Sözün həqiqi mənasında qadın istəsə heç kim ona heç bir söz deyə bilməz. Sözün Fatimə, xoş gəlmisən. Təzədən başla. Nəyə görə biz sevilmədiyimiz yerdə israrla qalmağı seçirik? Səncə bir insan onu yoran münasibətdə niyə qalır? İnsanın özünü bu münasibətə layiq görməsindən. Alçaldıcı sözlər dediyi təqdirdə belə kişi və yaxud da qadın buna dözür. Seanslarda sənin ən çox eşitdiyin səbəblər nədir? Sual verəndə ki, niyə dözürsən? Ya dostuna, ya işinə, ya həyat yoldaşına niyə dözürsən? Cavabın nə olur? Çox vaxt adamların cavabı nə olur? Hər səbəbi ailəni dağıtmaq da doğru deyil. Bəzən amma elə səbəblər var ki, o ailə dağılmalıdır. Xilas eləmək var sanki işin içində. Sən elə gəlmir ki, bu uşaqlıqdan yüklənən məsuliyyətdir. Özünə əks gəlir və onu lağa qoymağa başlayır. O onu elə belə bəhbəhlə deyirdi ki, çünki ehtiyacı var idi. Ata bunu vaxtında eləməmişdi. Hamburgeri qoysun stoluna, açsın, buna versin. Bu onu sevgi görür. Danışır, onun ayaqqabısını geyindirir, sonra əlindən tutur, söhbət eləyə gedir. Ta ki bezməyini gözləyir. Hətta 1 saat olsa da belə. Bunu buraxmır, istəmir buraxmaq, çünki uduzacam deyir. Çox sevə bilirik ki, biz ailə düşməliyik. Eynən. Statuslarda falan yazırlar. Bir ip olsa o ipdən tutmaq lazımdır. Çünki ailə elə belə qurulur ki, dağıtmaq üçün qurmursan. İş mühitində sözünü ifadə eləyə bilməyən kişilər də var. Sanki dik dayanmağa çalışırlar, amma ağacı qurd içindən yeyir, daxilən məhv olurlar. Sonra deyirlər kişilər niyə dözür? Alışıb axı dözməyinə. O məqama gəlib çıxanda yalvarışlar başlayır, sonra təhdidlər başlayır. O yoldan geri qaytarılmaq üçün hər şey olunur. O son məqamda olunan dəyişim də dəyişim deyil. Hər yaşın özünün tələbat dönəmi var. Bir filosofun çıxışına baxmışdım. Bir kişilər ona görə böyümür. Çünki o hiss gəlmir onlara, analıq hissi. Üstündən 15 il keçir, 20 il keçir, 50 yaşı olur. Hara getsin? İlkin dəyərlər sistemində məndə nə dayanır? İtirilə bilən nələrisə yox, mənəvi keyfiyyətləri qoymaq lazımdır, sevgini qoymaq lazımdır. Bu insan mənə müsbət olaraq nə verir? Yazdıqca görür ki, mənfi çoxdur, müsbət azdır. Ən pis nəticəni canlandırmaq lazımdır gözündəki. Ən pis halı nədir bunun? Yəni bunu mütləq eləmək lazımdır. Fatimə, çox sağ ol ki, gəldin. Mən sənə çox sağ ol. Səndən söhbət çox möhtəşəm idi. Mən də çox maraqlı oldum. Sən mən ola bilərsən. Qəşəng psixoloji mövzularda yenidən görüşəcəyik. İnşallah. Okay?